AI95 veya AI98 tövsiyə olunan avtomobillərdə AI92 benzinindən istifadə etmək məsləhət deyil. Bu barədə Avilon Kia'nın mexaniki təmir departamentinin direktoru avtomobil saytının açıqlamasında xəbərdarlıq edib. Onun sözlərinə görə, bu, klapanlarda karbon çöküntülərinin əmələ gəlməsinə, klapanların zədələnməsinə, porşin və silindir blokları, eləcə də məhsuldarlığın azalmasına səbəb ola bilər. Bundan əlavə, AI92 daha çox zərərli emissiya istehsal edir və yanacaq sərfiyyatını artırır. Bu da onun istifadəsini səmərəsiz edir. Avtomobil xidmətlərinin texniki direktoru Ruzanov əlavə edib ki, AI92 üçün nəzərdə tutulmuş mühərriklərdə daha bahalı benzinin istifadəsi əhəmiyyətli üstünlüklər vermir və vaxtından əvvəl təmirə səbəb ola bilər.